Və nəhayət YouTube butonumuz gəldi. Təbii ki, sizlərin sayəsində. Hamınıza mənə dəstək olduğunuza görə təşəkkür edirəm və bu videonu YouTube butonunu açmaqla başlamaq istəyirəm. Amerikadan gəlib, göstərin burada, baxın, göstərilir. Çox qısa bir vaxtda gəldi əslində. Mən bu qədər tez gələcəyini gözləmirdim, sözün açığı. Aha, burada bizim belə bir məktubumuz var. Baxın məktuba. Məktubda soruşur ki, siz ilk takipçinizi xatırlayırsınız, bəs 100-cü takipçinizi, bəs 1000-ci takipçinizi və ən axırda 100.000-cini soruşur. Bunların heç birincisini xatırlayıram, dostum olmuşdu. 100.000-cisini isə onu da xatırlayıram. Bizə Vüsalın canlı yayınında yazmışdı mənə. İnşallah onu da paylaşaram. Aha, bunu bura qoyum, sonra götürərik. Belə bir vizitkamız var. Belə bir vizitkamız var. Daha sonra yəqin ki, sınmaması üçün belə bir hissə qoyulub. Və budur bizim butonumuz. İndi tez bunu açaq. Kanalımızın adı və 100.000 olduğumuzu təsdiqlənməsi. Hamınıza təşəkkür edirəm təkrar. Və burada bizim bu tərz bir... Yəni növbəti davamlı olması, 10 milyon olmağı və 1 milyon olan zaman gələn hədiyyələr göstərilib. Mən bunları tez yığışdırım buradan və sizə kanalı necə açdım, bunun hekayəsini danışım. Heç zaman deməmişəm, ilk dəfə bunu sizlərlə bölüşəcəm. Kanalı necə açmışıq, necə başlanıb, həyat deyəndə, yəni YouTube səhifəmiz. YouTube'a ilk videomu 6 il əvvəl səhv eləmirəmsə qoydum və həmin videonu əslində biz bir yarışma üçün hazırlamışdıq. Sadəcə həmin yarışma üçün alınmadı və boş qalmaması üçün dedim YouTube'a atım. Və bir il sonra baxdıqda bir də gördüm ki, video 50.000 izlənib. 50.000 izləndikdən sonra biraz həvəsə gəldim və ikinci videonu, gördüyünüz bu videonu hazırladım. Amma daha sonra bir də YouTube'a daxil olmadım. Təbii ki, həmin səhifəni ümumiyyətlə işlətmədim. Üzərindən uzun bir müddət keçdi. Bildiyiniz kimi mən kaskadyolluq döyüş səhnələrinin xoreografiyası qurulması və müəyyən qədər aktyor fəaliyyətim də var. O işlərlə məşğul idim. Bir döyüş səhnəsi çəkilişi zamanı yıxıldım və onurğa sümüyüm qırıldı və bir sınıq, 2 yırtıq yarandı onurğamda. Bu səbəblə uzun müddət yataq xəstəsi oldum. Bu yataq xəstəsi olduğum müddətdə mütaliələr elədim, bir çox kitablar və özümü inkişaf elətdirmək üçün edit və montaj sahəsində biraz videolara baxdım və müəyyən qədər sağaldıqdan sonra təbii ki, hələ işləyə bilmirdim, hər hansı bir iş fəaliyyətim yox idi. Dostum mənə tövsiyə elədi ki, niyə YouTube fəaliyyəti davam eləmirsən? Mən də fikirləşdim və dedim, niyə də yox? Və ilk animasiyalı video olan bax bu videonu paylaşdım, Qara Yusif videosunu. Qara Yusif videosu paylaşdığım zamanda izləyici az idi və birdən-birə artıq maraq artmağa başladı. Hər ayda bir, 2 ayda bir videolar atmağa başladım və sizlərin dəstəyini gördüm. Bu məni biraz motivasiya elədi və həm də boş qaldığım anda bir tutunacaq bir yer oldu. Bir müddətdən sonra artıq abunələr çox az gəlirdi həmin dövrdə və yenə həmin dostumun adı Xəyal idi. Mənim uşaqlıq dostumdur, birlikdə böyümüşük. O mənə tövsiyə elədi ki, bəs niyə görə shorts videolar hazırlamırsan? Mən isə həmin dövrdə düşünürdüm ki, TikTok və Instagram platformaları olduğu üçün insanlar YouTube Shorts-a baxmayacaqlar. Bu səbəblə də paylaşmaq istəmirdim, amma niyə də yox deyib paylaşmağa başladım və bunun sayəsində səhifə gördüyünüz kimi sürətli bir qalxışa keçdi və sözün açığı bundan çox xoşhal oldum və yenə siz izləyicilərin sayəsində gələn şərhlər, xoş sözlər, insanların nələrisə öyrənməyi məni daha da motivə elədi və beləliklə səhifəmiz 100.000-ə gəldi çatdı. Bu kiçik serüveni sizə çatdırmaqda məqsədim o idi ki, bunların hamısı ancaq sizin sayənizdə oldu əziz izləyicilər. Düz arada tənqidlər, bəzi özünü tapmayan insanların təhqirləri də var idi. Hər kəs öz qabında nəticə onu göstərir. Mən də bacardığım qədər öz milli mənəvi dəyərlərimizi, tariximizi buna ehtiyacı olan insanlara çatdırmaq və bunu çatdırarkən də öyrənməyi çox sevdiyimə görə bu işə davam edirəm və heç bir gəlirim yoxdur bu sahədən. İnşallah ki, bundan sonra da çoxlu videolar və məlumatları sizinlə paylaşacağam. Mənə burada dəstək verdiyi üçün bir çox dostlarıma təşəkkür edirəm.
Və texniki dəstəyə görə də Zevox studiyasına öz təşəkkürümü bildirirəm. Gördüyünüz bu arxa fon və çəkilişin hamısı onların sayəsində oldu və belə deyərdim ki, inşallah gələcəkdəki videolarımızı da burada çəkməyi düşünürük və hamınızı əgər YouTube-a yeni başlayan birisinizsə və yaxud da podkast, hər hansı bir çəkiliş etmək istəyirsinizsə, bura sizin üçün ən ideal məkandır. Əlaqə nömrəsini və səhifələrini aşağıya etiketləyəcəm. Həm açıqlama bölməsində, həm də şərhlərdə əlaqə nömrələrini tapa bilərsiniz. Təkrar çox sağ olun. İnşallah gələn videolarda görüşənə qədər.